Azərbaycanda götürəndə Musa Yaqubdan eybəcər kişi yoxdur bəlkə. Amma o Musa Yaqubdur deyin, gör necə yaraşıqlı görünür. Adam istəyir onun çənəsinin əyriliyi, belə əzəmət. İstəyirsən Musa Yaqubu. Çünki Musa öz xarici görkəmini, sifətini, üzünü legitimləşdirib, qəbul elətdirib. İnsan öz xarici gözəlliyini özü yaradanda o əbədi olur, daimi olur. Özü yaradanda. Yəni özünə məxsus olanda, eyniləşməyəndə. Bəli, insan bu dünyaya zapças kimi gəlir. İnsan zapçasdır. Nədir? Burun, qulaq, əl, ayaq. Sən özün detal deyək də, indi detal. Sən insanın ehtiyat hissələri kimi gəlirsən bu dünyaya. Sən özün o əldən, o burundan, ayaqdan, gözdən, qaşdan insan yaradırsan, özün yaradırsan. Bu da ancaq mənəvi güclə olur. Yəni şəxsiyyət olmaqla əlaqəlidir məsələn. Şəxsiyyət yox, maraqlı şəxsiyyət. Bəli, anladım.